Azərbaycanda dedik, iri xırdalı 8400-ə yaxın çay var. Azərbaycan çaylarının formalaşmasına təsir edən amillər hansılardır? Relyef şəraiti və iqlim olacaq. Relyef şəraiti deyəndə dağlıq ərazilərdə çay şəbəkəsinin sıxlığı çox olacaq, düzən ərazilərdə, yarımsəhra ərazilərdə çay şəbəkəsinin sıxlığı az olacaq. Azərbaycanda 21 çayın uzunluğu 100 kilometrdən çoxdur, 2 çayın uzunluğu isə Kürlə Arazın uzunluğu 500 və yaxud 1000 kilometrdən çox olacaq. Azərbaycan çaylarını öyrənərkən Böyük Qafqazın şimal-şərqi, Qobustan, Abşeron, Lənkəran və Kür hövzəsi olmaqla qruplara böləcəyik. Kür hövzəsinin də Kürün solu deyəndə ümumiyyətlə çayın sağın və solun necə müəyyən edirsən? Çayın axın istiqamətinə dayanırsan, Kür şərq istiqamətində axır. Bunun yuxarı hissəsi Kürün soludur, aşağı hissəsi isə Kürün sağıdır. Kürün solu deyəndə Şirvan çayları və Qanıq-Əyri çayın çayları, Kürün sağı deyəndə Kiçik Qafqazın şimal-şərqi, bu Gəncə-Daşkəsən zonasının çayları, Kiçik Qafqazın cənub-şərqi, Qarabağ zonasının çayları, bunlar olacaq Kürün sağ hissəsi. Burada isə Arazın qolları var, yəni Arazın sol qolları olacaq, Arazın sağ qolları İran ərazisindədir. Bizim ərazimizdə yalnız Arazın sol qolları olacaq. Naxçıvan çayları və Kiçik Qafqazdan başlayıb Araza tökülən çaylar. Birinci başlayaq Böyük Qafqazın şimal-şərqinin çaylarına. Bu çaylar Samur, Qusar, Qudyal, Vəlvələ, Gilgil, Ata, ardıcıllıqla bu qaydadadır. Burada Samur çay həm tranzit, həm transsərhəddir. Rusiya ərazisindən başlayır. Bu çayların hündürlükləri və düşmə kəmiyyəti böyük olacaq. Çünki yüksək dağlıq ərazidən başlayırlar. Yüksək dağlıqdan başladığına görə qar və buzlaq suları ilə qidalanırlar. Qar və buzlaqla qidalandığına görə qarın əridiyi vaxt yaz, buzun əridiyi vaxt isə yaydır. Yəni yazın sonu, yayın əvvəli bol sulu olacaqlar. Dağ çaylarıdır, yumuşaq suxurlardan keçirlər. Çünki bilməlisən ki, Böyük Qafqazda çökmə suxuru idi, Kiçik Qafqazda maqmatik suxuru idi. Yumuşaq suxurlardan keçdiyinə görə kanyonlar yaradacaqlar. Vəlvələ çay üzərində Təngi dərəsi, həmçinin Vəlvələ çay üzərində Afruza şəlaləsi var. Burada Qusar çay Bazarcı zirvəsindən başlayıb. Bu çaylar hamısı iki tektonik zonadan, Böyük Qafqaz və Ön Qafqaz tektonik zonasından bir vilayətdən, Böyük Qafqaz vilayətindən axacaqlar və iki fiziki coğrafi rayondan, Qonaqkənd və Samur Dəvəsi fiziki coğrafi rayonundan axacaqlar. Hamısı birbaşa Xəzərə tökülür. Eroziya bazisi okean səviyyəsindən aşağı olacaq bu çayların. Suvarma əhəmiyyətləri böyükdür, gəmçilik əhəmiyyətləri yoxdur. Yalnız Azərbaycanda gəmçilik əhəmiyyəti Kürün var, Mingəçevir su anbarına qədər. Qobustan, Abşeronun çayları. Samur, Qusar, Samur, Qusar buraydı. Abşeron, neydi olan? Sumqayıt çay, Sitan çay, Pirsad çay, Ceyran keçmə. Demək, bu çayların 90% qidalanma mənbəyi olacaq yağış suları. Və bunlar yağış suları ilə qidalandığına görə 90%-dən çox hissəsi. Yayda da burada yağış yağmır axı, çünki buranın iqlimi qışı mülayim keçən yarım səhra quru çöldür. Qış mülayim keçir, yay isə isti quru keçir. Ona görə bu çaylar yay fəslində quruyurlar. Gedib öz mənsəblərinə çatmırlar. Məsələn, xəritədə baxanda görün ki, qırıq-qırıq verilir. Və gedib öz mənsəbinə çatmayan çaylara deyirlər kör mənsəbli çaylar. Bu çayların əsas xüsusiyyəti odur ki, kör mənsəblidir, qidalanması əsasən yağış sularıdır, yayda quruyurlar, arid denudasyon ərazidən axdığına görə suvarma əhəmiyyəti az olacaq və bunlardan hansı sellər olur? Palçıqlı sellər müşahidə olunacaq. Gəldik Lənkəranın çaylarına. Lənkəranın çayları da birbaşa tökülür Xəzər dənizinə. Eroziya bazisi okean səviyyəsindən aşağı olacaq. Talış dağlarından başlayırlar bu çaylar. Hansı çaylardır? Astara çay, Təngərüd çay, Lənkəran çay, Vilaj çay və Bolqar çay. Burada Bolqar çay və Astara çay sərhəddən tranzit həm də transsərhəd çaylardır. Bu çayların əsas qida mənbəyi yağış və yeraltı sular olacaq. Bəli, yağış və yeraltı sular. Lənkəran ovalığının iqlimi
Yayı quraq keçən mülayim isti iqlimdir. Bax fikir ver. Yay quraqdır. Yağıntılar nə vaxt düşür? İlin soyuq vaxtı. Əsasən payızda düşür. İlin soyuq vaxtı deyə bilərsiniz. İlin soyuq vaxtı düşür. Yəni bu çaylar ilin soyuq vaxtı bol sulu olur. İlin isti vaxtı isə qıt sulu olur. Yəni az sulu olur. Lakin bunun az suyundan da suvarmada istifadə olunduğuna görə deyilir ki, Lənkəran çaylarının suvarma əhəmiyyəti böyükdür. Əkinçilik zonasında sitrus meyvəçiliyi, faraj tərəvəzçiliyi, tez yetişən tərəvəzçiliyi bu zonada olacaq. Kürün sol qolları, Şirvan çayları. Yoldaşlar, əgər biz qərbdən şərqə doğru sayırıqsa, bu çayların eroziya bazisinin hündürlüyünün azalmasıdır. Şərqdən qərbə geçsək, artmasıdır. Bəli. İndi baxaq görək Şirvan çayları hansılardır? Əlican çay, Türyan çay, Göyçay, Girdiman çay, Ağsu çay. İlk ikinci Əlican və Türyan yeraltı sularla qidalanır. Son üçüncü Göyçay, Girdiman, Ağsu yağış suları ilə qidalanır. Göyçay, Girdiman, Ağsu yayda suvarmada geniş istifadə olunduğuna görə gedib kürə çatmayacaqlar. Yəni bunlar qurumur, amma gedib kürə çatmır. İnsan təsirinə görə, antropogen təsirə görə. Türyan çay. Türyan çayın iki məşhur qolu var. Tikanlı çay və Dəmrəparan çay. Demək, Türyan çay özü yeraltı sularla qidalansa da, amma qolları yüksək dağlıq zonadan başladığına görə buzlaq suları ilə qidalanır. Demək, Samur, Qusar, Qudyal, Vəlvələ, Tikanlı, Dəmrəparan bunlar qidalanacaq qar buzlaq suları ilə. Türyan çayın əsasən mənbəyi Qəbələ rayonunda, mənsəbi isə Ağdaş rayonunda yerləşəcək. Yeraltı sularına qidalandı. Gəldik Qanıq Əyriçay, yəni bu da Kürün sol qollarıdır. Qanıq Əyriçay vadisinin, Böyük Qafqazın cənub yamacı, Qanıq Əyriçayın çaylarıdır. Hansı çaylar olacaq? Mazım çay, Balakənd çay, Katex çay, Kümrük çay, Zaqatala çay. Ondan sonra burada gəlir Qanıq və Qabırlı çayları, Əyri çay və Əyri çayın qolları Şiş çay, Şin çay, Böyük Qobu çay. İndi yoldaşlar, burada bir şeyə fikir verək. Qanıq çayı və Qabırlı çayı Mingəçevir su anbarına tökülür. Həmçinin Kür ilə deyə bilərik ki, Mingəçevir su anbarına tökülür. Burada Gəncə çay var. Gəncə çay da bəzən Mingəçevir su anbarına tökülmüş kimi götürmək olur. Demək, Qanıq, Qabırlı, Kür bunlar tökülür Mingəçevir su anbarına. Qanıq kürə töküldüyünə görə, yəni Mingəçevir su anbarına tökülürsə bu kürə tökülmüş sayılır. Qanıq kürə töküldüyünə görə Kürün birinci dərəcəli qolu, qanıqa tökülənlər Mazımdır, Katexdir, Balakəndir, Kürmükdür, Əyridir. Bunlar Kürün ikinci dərəcəli qolu. Əyriçaya tökülən Kişdir, Şindir, Böyük Qobudur. Bunlar Kürün üçüncü dərəcəli qolları olacaq. Lənkəranda yağış və yeraltı sular deyirsən, bunlarda yeraltı və yağış sular daha üstün olacaq. Yəni yeraltını önə çıxardırsan və Qobustan Abşeronda palçıqlı sellər idi. Burada Qanıq Əyriçayı, yəni Böyük Qafqazın cənubunda isə daşlı palçıqlı sellərdir. Demək, daşlı palçıqlı sellər ən çox Kiş, Şin, Kürmük, Katex, Mazım bu çaylarda olacaq. Mazım, Qanıq, Qabırlı bunlar tranzit və transsərhəd. Gürcüstanla sərhədimizi təşkil eləyəcəklər. Qanıq çayı, Qanıq Əyriçay vadisindən, Qabırlı çayı isə Ceyran çöldən axacaq. Yaxşımı, yəni Qanıqı görürük. Sonra yalnız Samux, hər ikisi Samux rayonunda tökülür Mingəçevir su anbarına. Rayonun adı Samux rayonunda. Sonra yoldaşlar, Kiçik Qafqazın şimal-şərqinin çayları. Bu çaylarda Kürün sağ qollarıdır. Hansı çaylardır? Burada İncəsu var, elə rayonların adıdır. Ağstava çay var, Tovuz çay var, Həsən su var, Zəyəm çay var, Gəncə çay var, Qoşqar çay var, Kürək çay var, Şəmkir çay var. Şəmkir, Kürək bunlar yeraltı sularla qidalanır. Digərləri isə qarışıq qidalanırlar. Bu çaylardan əsas sizə düşə bilər ki, elə Kürün sağ qolları. Yəni başqa bunlar haqqında önəmli elə bir fikir yoxdur. Sonra yoldaşlar, indi gəldik burada diqqət. Qarabağ vulkanik yaylasından başlayan çaylara baxın.
Qarabağ vulkanik yaylasından başlayıb kürə tökülür, Tərtər çay gəlin qayadan. Demək, Qarabağ vulkanik yaylasından başladı, Kəlbəcər rayonundan. Kəlbəcər, sonra keçdi Ağdərə, Tərtər, Bərdə. Bərdədə töküldü kürə. Bu olur Tərtər çay. Sonra Qarabağ vulkanik yaylasından başlayıb Araza tökülür, Həkəri çay. Bax, bura cənub istiqamətində. Şərq istiqamətində getdi, Tərtər kürə töküldü. Cənub istiqamətində Həkəri, Araza töküldü. Bir də bax, bu hissədən başlayır Ermənistan tərəfdən. Qarabağ vulkanik bir hissəsi Ermənistanda. Arpa çay Naxçıvanda gəlir tökülür Araza. Demək, Qarabağ vulkanikdən 3 əsas çay başlayacaq. Kürə getdi Tərtər, Araza cənub istiqamətində Həkəri, Araza qərb istiqamətində Arpa çay. Bax, niyə bunların üçün bilək ki, Qarabağ vulkanik yaylasından başlayır? Qarabağ vulkanik yaylasında effuziv suxurlardır. Effuziv su keçirən idi, su keçirməyən? Keçirən. İntruziv keçirməyən. Bax, Çilostan kimi, bax, Xəlbir kimi deyil ki, süzür suyu və ona görə də sular buradan keçir, çayların qidasını yaradır. Demək, Qarabağ vulkanik yaylasından başlayan çaylar yeraltı sularla qidalanacaqlar. Tərtərdir, Həkəridir, Arpadır. Sonra yoldaşlar, burada Qarabağ silsiləsi var idi. Qarabağ silsiləsi sərhədə düşmürdü. Qarabağ silsiləsindən də 3 əsas çay deyəcəyik. Hansı çaylardır? Demək, kürə axıb tökülən Xaçın və Qarqar çayları, Xaçın, Qarqar, Araza gələn Köndələr. Xaçın, Qarqar töküldü kürə, Araza töküldü Köndələr. Qarabağ silsiləsindən başlayan çaylar isə yağış suları ilə qidalanacaq. Demək, vulkanik yayladan başlayanlar qidalandı, yeraltı Qarabağ silsiləsindən başlayanlar qidalandı, yağış suları ilə. İndi qaldı bizim burada Naxçıvanın çayları. Naxçıvanın çayları əsasən yeraltı sularla qidalanır. Bir dənə burada Gilan çayı var. O yüksək dağlıqdan başladığına görə qar və buzlaq suları ilə qidalanacaq. İndi görək Naxçıvanın çayları hansı çaylardır? Burada olacaq Arpa çay, Naxçıvan çay, Gilan çay, Əlincə çay. Bax, burada Əlican idi, burada Əlincə çay idi. Sonra Gilan çay, Ordubad çay. Gilan çayı deyəsən 2 dəfə deyim. Demək, Arpa çay, Naxçıvan çay, Əlincə çay, Gilan çay, Ordubad çay. Ardıcıllıq bu qaydadadır. Yəni, bunu ardıcılda bu qaydada çalışın, öyrənin. Arpa, Naxçıvan, Əlincə, Gilan, Ordubad. Bunlar əsasən yeraltıdır. Bir dənə Gilan çayıdır ki, burada qidalanacaq qar-buzlar suları ilə. Bax, burada da ardıcıl Araza tökülən çaylar var. Hansı çaylardır bu? Olacaq burada Bəsit çay, Oxcu çay, Həkəri çay. Bəsit, Oxcu, Həkəri. Burada da gəldi sonuncu Köndələn. Bayaq Köndələni demişdim. Qarabağ silsiləsindən başlayır, yağış suları ilə. Yoldaşlar, Həkərinin də qolları var. Hocassu var, Bərgüşad var. Demək, Bərgüşad Həkərinin qoludur. Araza tökülmür. Bərgüşad gəlir tökülür Həkəriyə, Həkəri gəlir tökülür Araza. Demək, Araz kürün ən sonuncu sağ qoludur. Araz kürün sağ qoludur, ən sonuncu bölgə. Həkəri Arazın qoludur. Demək, Həkəri kürün 2-ci dərəcəli qoludur. Həkəriyə tökülən Bərgüşad kürün 3-cü dərəcəli qoludur. Bəzən Bərgüşadı testlərdə verirlər ki, Araza tökülür. Yox, Bərgüşad töküləcək Həkəriyə. Həkəri Araza, Araz da gəlir kürə. Araz gəlir burada İmişli, Saatlı, Sabirabad rayonlarından keçərək Sabirabad rayonunun Suqovşan kəndində tökülür kürə. Eroziya bazası, yəni töküldüyü yer okean səviyyəsinə -11 metr aşağıdır. Yəni Arazın da eroziya bazası okean səviyyəsindən aşağı olacaq. Kür Araz haqqında da qısa məlumat verək. Yoldaşlar, Kürlə Araz birinci kürə deyək. Kür Azərbaycanın ən uzun çayıdır. Amma Azərbaycan daxilində formalaşan ən uzun çay Pirsaat çayıdır. Azərbaycan daxilində.
Amma Azərbaycanın ən uzun çayı Kür çayıdır. Kür Azərbaycanın ən uzun çayı olacaq. Türkiyənin Qızılgəlikdən, Bingöldən Araz başlayır. Türkiyənin Qızılgəlik silsiləsindən başlayacaq 2740 metr hündürlükdən. Demək, bu çayın başladığı yer, yəni mənbəyinin hündürlüyü Kürün. Diqqətli olun buna. Bax, Kürün mənbəyinin hündürlüyü olacaq 2740 metr. Uzunluğu nə qədərdir? El bərabərdir 1515. Töküldüyü yer haradır? Eroziya bazası, mənsəbi. Hara tökülür? Mənsəb. Xəzər. Mənfi 27. Ay, sağ ol. Demək, bunun düşməsini tapmaq üçün mənbədən çıxacaq mənsəbi. Yəni, 2000 düşmə bərabərdir 2740 çıxaq mənfi 27. Yəni, toplayıram. Neçə edir? 2767. 2767. İndi meyliliyin tapmaq üçün meyillik nəyə bərabərdir? Düşmə böl uzunluq. Yəni 2767-ni böləcəm 15-15-ə. 1515-ə. Bu da təxminən uşaqlar 1,8 neçə edir? Aha. Demək, düşmənin kəmiyyəti, meylinin kəmiyyəti 1,8, yəni birdən böyükdürsə, Kür demək dağ çayıdır. Lakin Azərbaycandan axdığı ərazi, düzən ərazidir. Nəysə də ev yoxdur, varlıq elə yaza bilərik. Demək, Kür dağ çayıdır, lakin Azərbaycandan axdığı ərazi, düzən ərazi olacaq. Kürün bolsulu və qıtsulu dövrü. Kürün bolsulu dövrü olacaq yazda, əsasən bol dövrü, bol olacaq aprel ayı bu ay. Az sulu dövrü isə qıt yazaq buna da, qıt az deməkdir da. Nə vaxt sentyabr ayında olacaq. Ay çox. Bunları mütləq yadınızda saxlayın. Bir də qidalanma mənbəyinin ardıcılığı. Ən çox qidasında olacaq. Nədir ən çox qidasında? Qarpuzlar, ay çox. 30% yeraltı suda, 18% Aha, sonra yeraltı, sonra isə yağış. Bu oldu Kür. Bir də Kürdən deyək. Türkiyədən başladı. Türkiyə, Gürcüstan, Azərbaycan, Xəzərə töküldü. Eləmi? Dağ çayıdır. Meyliliyi təxminən 1,8-dir. Dağ çayı olsa da Azərbaycan axdığı yer düzən ərazidən axacaq. Eləmi? Bolsulu dövrü bunun yazdadır, apreldə. Qıtsulu dövrü bunun sentyabrdadır. Payız fəslinə təsadüf edir. Qidasının əsasını qarpuzlar, yeraltı və yağışdır. Ardıcıllıqla belədir. Ən birinci qarpuzlardır. Mənbəyinin hündürlüyü 2740, uzunluğu 1515 kilometrdir. Mənsəbi isə mənfi 27 Xəzər dənizi olacaq. Gəmçilik əhəmiyyəti var Mingəçevir su anbarına qədər. Üzərində su anbarı varmı? Əlbəttə ki var. Özdə ardıcıldır. Şəmkir, Yenikən, Mingəçevir, Varvara. Ardıcılar nə deyirsən? Kaskad. Demək, Kürün üzərində kaskad su anbarı var. Araza baxaq indi. Araz çayı da başlayır Türkiyənin Bingöl silsiləsindən. Arazın mənbəyinin hündürlüyü nə qədər idi? 2990. Mənbə 2990. Mənsəb mənfi 11. Uzunluq 1072. 1072. Aha. Demək, bunun da meyliliyini tapa bilərikmi? 2990-dan 11-i toplayarıq. Eləyəcək 3001 bölərik 1072. 1072. Bu da təxminən 2,8 eləyir. Demək, Araz da dağ çayıdır ha. İndi Arazın qida mənbəyinə baxaq. Demək, Kürdə qarpuzlar yeraltı yağışdır. Arazda yeraltı yox, qarpuzlar, buzlar, sonra yağışdır. Yağış. Demək, yoldaşlar, hər ikisində yağış sondadır. Bax, diqqətli ol. Hər ikisində yağış sondadır. Sadəcə Kürdə qarı verirsən irəli, Arazda isə yeraltını verirsən irəli.
Sonra bunun Bolu və qıtı Mayda bol idi, avqustda. ay sağ ol. Mayda, yəni Kürdən bir ay Bir ay sonra əvvəl. bir ay əvvəl qəşəng. Qıt dövrü isə olacaq avqust. Araz töküldü Kürə -11 metrdən. Sonra indi ümumi bir şeylər deyim, ümumi yadınızda saxlayaq. Sərhəddə olan çaylar Bolqar, Astara, Samur, Mazın, Qanıq, Qabırı, Araz. Qar buzlarla qidalanan çaylar, indi bunların hamısını ümumiləşdirirəm. Samur, Qusar, Samur, Qusar, Qudyal, Vəlvələ, Gilgil, Dəmiraparan, Tikanlı, gördünmü? Sonra Kür. Sonra burada da gəldi Gilançay. Yeraltı sularla qidalanan Qanıq Əliçayın çayları, hamısını demək olar, problem yoxdur. Əlican, Türyan, Tərtər, buradan gəldi Həkəri, bir də Naxçıvanın çayları Gilan istisna olmaqla, Gilanı qarpuzlara dedik. Digərlərini demək olar. Əlbəttə ki, əsas da arxa çayı. Bunlar olacaq yeraltı sular. Yağış suları, Lənkəranın çayları yağış sularıdır. Qobustan, Abşeron yağış sularıdır. Burada Sumqayıt çay, Pirsaat çay, Sital çay, Ceyran keçməz, Lənkərandır, Biləşdir, Təngərüddür, Bolqardır, Göyçay, Girdiman, Ağsu. Bunlar da yağış suları ilə qidalanacaq. Burada yeraltıda Şəmkirlə kürəyi də qeyd edirik. Şəmkir kürək yeraltı sular olacaq. Xaçın, Qarqar, Köndələn isə yağış olacaq. Çünki Qarabağ silsiləsindən başlayanlar yağışdır. Qarabağ vulkanik yaylasından başlayanlar yeraltı sularla qidalanır. Bu qədər. Asan bir şeydir, yəni burada çətin heç nə yox.